dünyaya, cahana, insana geleceğe inansan. Tələbə, 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 çok çok adi dolanan dünyaya, cahana, insana geleceğe inansan. Tələbə, 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 sızlar ya da düşərdə ürəyimi telləri. O mehriban, o əziz tələbələr. Əziz dostlar, yoldaşlar, hörmətli xanımlar və bəylər, bugün biz 46 illik ayrılıqdan sonra nəhayət şeytanın qıçını qırıb görüşməyə qərar verdik və 1980-ci ildə Lenin adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Pedaqoji İnstitutunun, indiki Pedaqoji Universitetin Filologiya Fakültəsinin tələbələri nəhayət görüşməyə qərar verdik və bugün görüşürük. Mən dünyasını dəyişmiş bütün yoldaşlarımızı, bacı və qardaşlarımızı Allahdan rəhmət diləyərək sağ qalan və bugün bura parka, sonra da El Piano restoranına toplaşacaq bütün tələbə yoldaşlarımı ürəkdən alqışlayır. Onlara xoş gəldin deyirəm və uzun, sağlam ömür arzulayıram. Sızlar ya da düşərdə ürəyimi telləri. O mehriban, o əziz tələbəlikləri. Sızlar ya da düşərdə ürəyimi telləri. O mehriban, o əziz tələbəlikləri. Sızlar ya da düşərdə ürəyimi telləri. O mehriban, o əziz tələbəlikləri. Tələbə, 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 tələbə. Azərbaycan Respublikası ərazi bütövlüyü və suverenliyi uğrunda əziz xatirəsinə, canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək, daha sonra Azərbaycan Respublikasının dövlət himni səslənəcək.
yaşasın Azərbaycanımız, qurtuluş gününüz mübarək olsun. Sizin hamınızı salamlayıram, xoş gəlmişsiniz. Tək siz deyilsiniz, mənim özüm də bu 50 ilin həsrəti ilə çaşıb qalmışam, ona baxıram, buna baxıram, onun cizgilərini, bunun cizgilərini bir-biri ilə əlaqələndirmək, tanımaq, gəncliyimizə qayıtmaq istəyirəm. Nəticədə başım qarşı bir də görürəm ki, artıq bir məsələ qatar getdi. Tədbirimizi açıq elan edirəm. Şəhidlərimizi yad elədik. Himnimizi eşitdik. Dövlətçiliyimizi göstərdik. Və indi qalıbdır özümüz aramızda olan bəzi məsələləri həll edək, belə deyək də. Rəfail müəllim, zəhmət olmasa gəlin bura, məclisimizi Rəfail müəllim aparacaq. Bizim sizə bir sürprizimiz vardı. Bu restoranın sahibi Məlahət Əliyeva, 121-ci qrupun nümayəndəsi, oğlu Babək müəllimdir. Və bütün bu şəraiti bizə o yaradıbdır. Məlahət müəllimə bizim əzizimizdir. Ona görə onun oğlu da bizim üçün əzizdir. Məlahət müəllimə buyurur. Tanış olun, bu da bizim Məlahət müəllimə, tanıyırsınız. İndi bir daha tanış olun. Bu gözəl xanım və bu gözəl bala bugün bizi burada görüşürübdür. Çox sağ olsunlar, təşəkkür edirəm. Bəlkə sizin. Hamınızı salamlayıram, hamınız xoş gəlmişsiniz. Allah sizin hamınızın ömrünü uzun eləsin. Hamınızın 100 illiyini qeyd eləyəsiniz, bir-bir, 100 yaşına yığışasınız inşallah. Hamınız sağlam olasınız. Mən ədəbiyyat müəlliməsinin oğlu olmağıma baxmayaraq biraz utancaq. Hamınız xoş gəlmişsiniz, təbrik edirəm sizi. Sizi 1980-ci ildə ayrıldığımız Vladimir İliç Lenin adına biz o zaman elə dedik. Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Pedaqoji İnstitutunun hal-hazırki Pedaqoji Universitetin 1980-ci ildə bitirən və o gündən bu günə düz 46 ildir ki, əksəriyyətimiz bir-birimizi görmürdük. Elə yoldaşlarımız var ki, 80-ci ildən bu günə qədər əlaqələrimiz üzülməyib və onlar bir-birimizin gözünün qabağında dəyişilib illər, o qədər dəyişdirə bilməyib, dəyişdiribsə də biz sezməmişik. Biz o qədər dərinlə getməmişik və gözümüzün qabağında dəyişdikləri hiss olunmadan onları tanımaq bizim üçün çətin deyil. Amma elə xanımlarımız, bacılarımız var idi, elə qardaşlarımız var idi ki, bugün parkda üz-üzə gələndə ha bizi sınadılar ki, yox adımı demirəm, özüm tanıya bilmədik. Bu da həyatın 46 ilinin diktəsi idi. Gövhər xanım 1980-ci ildən 2026-cı ilə qədər olan 46 il müddətində dünyasını dəyişən 80-ci illərin məzunlarını bizim üçün acı da olsa qrup 117-dən və elə buradan deyirəm ki 118-də çox şükürlər olsun ki dünyası dəyişənlər yoxdur. Nə gözəl. Buyurun Gövhər xanım. Çox çətindir mənim üçün. Sən üçün Ha istədim ki, özümü toplayım. Baxıram ki, çətindir mənim üçün özümü toplamaq. Allah sıralarımızdan gedənlərin hamısına rəhmət eləsin. Dünən axşamda bir yazı atmışlar, isim əşsadədən misal gətirmişlər.
Hər il toplaşan dostlar ildə biri əysilə, sonra bir nəfər qalır və hər ildə başdan deyim ki, 10 nəfər dostu hər il eyni yerdə görüşürlər. Hərəsinə bir qədər şərab doldururlar, sonra içib ayrılırlar. Bir il biri gəlmir, o birisi il ikisi gəlmir, amma qədəhləri dolu orada qalır. Nəhayət, axırda bir nəfər qalır. O bir nəfər də gəlir, baxır, öz qədəhini də dolu qoyur, onun içərisində gedir. Həyatın qanunudur bəli. Vaxtı olacaqdır ki, biz də belə bir qalacaq. Amma çox xahiş edirəm. İldə bir dəfə toplaşın, bir-birinizi görün. Bir dəfə az. Yox, bir dəfə mi toplaşsınlar, ikincisi könüllüdür. Birincini toplaşın, bir-birinizi görün. Ola bilər gələnin biz heç biriniz kimisə görməliyik, kimsə məni görməz, kimsə bir başqasını görməz. Ona görə sizdən çox xahiş edirəm. İldə bir dəfə toplaşın. Mən istəməzdim məhsisimiz belə bir kövrək notlarına köşlənsin. Amma məcburam. Və bu tələbə yoldaşlarımızın hamısında adını çəkmək istəyirəm ki, qoy ruhları şad olsun. 117-ci qrup. Abbasov Fərzur, Abdullayev Məhəbbət, Nuruşov Gülüş, Orucova Kübra, Məmmədova Mədinə. Allah rəhmət eləsin. 119-cu qrup. Babayeva Əfruz, Əsədova Çimnaz, Vəliyev Hüseyin, Vəliyeva Sona. Burada da bir xırda iştirik keçin ki, bu qrupun bu 4 nəfər, 5 nəfər bir sırada, Venetkada bir sıradadılar. Onların içindən bircə dənə Vahidə xanım, Vahidə müəllimə sağ-salamatda var, ona can sağlığı versin, uzun ömür versin. O 4 nəfər elə bir ki, bir-birinin ardınca dünyanı tərk edib. Allah onlara rəhmət eləsin. 120-ci qrupdan, yəni mənim doğma deyim, sizin hamınız mənim üçün doğmasınız, qrupumuzdan. Bəli, Abdullayev Mübariz, Əzizova Əminə, Əzizova Mənzər, Sadıqov Bakir, Ümmətov Rafət. Biz Sadıqov Bakirin rəhmətə getdiyini lap təzəlici öyrənmişik. Ümmətov Rafətin də yasında iştirak etmədik. Allah hamısına rəhmət eləsin. 121-ci qrupda Abbasov Əlican, Novruzov Ələddin, Məhərrəmova Nəsibə. Allah rəhmət eləsin. 122-ci qrup Əzimova Gülçöhrə, Quliyev İlyas. Allah rəhmət eləsin. 123-cü qrup Abbasov Hafiz, Əliyev Umud. Əliyev Umudda sinif nümayəndəsi ilə sinif komodu. Allah rəhmət eləsin hər birinə. 124-cü qrup Ağayev Ağaşirin, Əbilov Gülovman, Əliyev Əli, Nəsibova Şəfək, Köçərli Namiq, Qocayeva Növrəstə. Allah rəhmət eləsin. 125-də Eyyubova Mahirə, Quliyeva Aybəniz. Allah hər ikisinə rəhmət eləsin. 126-cı qrup Ağasıyeva İradə, Binnədov Mehman, Məmmədov Abdullah, Mustafayev Məmmədəli, Yusifova Süreyya, Quliyeva Tacirə, Səfərov Zakir. Allah hər birinə rəhmət eləsin. Yəni şükürlə hamısını yad edəyək. İndi isə tədbirimizin bizim düşündüyümüz bir mərhələsidir. Sıra ilə 117-ci qrupu dəvət edirik səhnəyə. Qrup gəlir. Hamınızı 117-ci qrupun adından salamlayıram. Arzum budur ki, bu tərkib növbəti illərdə də belə təkrarlansın. Sıralarımız heç vaxt azalmasın. Ulu Tanrıdan yalnız və yalnız bunu arz edək. 117-ci qrup 26 nəfər idi. Bayaq deyildiyi kimi 5 nəfər dünyasını dəyişdi.
Yerdə qalanlar şükür Allah sağ-salamatdırlar və onlardan 21 nəfəri həyatda öz ömürlərini yaşamaqdadırlar. Bugün qrupumuzda iştirak edir Müşfiq, Rəna, Ceyran, Pərvanə və bəndəniz Nazim. Hamını salamlayıram. Əzizlərim, hər birimiz müəyyən bir ömür yolu keçmişik. Öz necə deyərlər, təhsilimizlə, bacarığımızla, vətənimizə layiqlə xidmət eləmişik. 117-ci qrup kiçik əməkdar müəllimlə, Ceyran müəllimlə, bir də mən dövlət tərəfindən layiq görülmüşük. Bu bizim əməyimizə verilən ən böyük bir qiymətdir. Yəni fəaliyyətimiz çox uğurlu olduğuna görə. Burada mənim yadıma Rəfai müəllim bir şeir düşür. Elə bir sanki bu şeir mənim ömrümə yazılıbdır. Yaxşılığı peşə seçdim özümə. Dost köməyi işıq verdi gözümə. Baş əydim vətənə. Elə mən də öz ömrümü belə yaşadım. Zirvələr darıxar qışda qar üçün, xəstə can verər dövlət var üçün, lazımsız, gərəksiz insanlar üçün atdım öz ömrümü, çölə yaşadım. Mən də öz ömrümü belə yaşadım. Atasızlıq yaman çətinmiş yaman, bunu heç bir övlad görməsin aman. Mən atamı itirdiyim zamandan çiynimdə əl ağır şələ daşıdım. Qismətim beləymiş, belə yaşadım. Pisliyə etmədim heç zaman həvəs, nanəciblər üçün vuruşdum əvəz. Qivamiyə ölüm arzulayan kəs, bilmək olmaz, bəlkə hələ yaşadım. Mən də öz ömrümü belə yaşadım. Ömrümüz mənalı keçirin geçməzlərim. Sağ olun, var olun, həmişə sağlam olun. Hamınıza can sağlığı arzu edirəm. Mən Alməmmədova Pərvanə. Sizlə danışıram. Sizi 15 iyun Qurtuluş Günü münasibətilə təbrik edirəm. Hamınıza bir daha can sağlığı arzu edirəm. Salam, değerli tələbə dostlarım. Bugünün sevinci əvəz olmaz bir sevinçdir. O qədər sevinə, bəlkə deyim ki, kövrələ gəlmişəm. 1976-cı il birinci kursa qədəm qoyanda heç birimiz birbirimizi tanımırdıq. Hamı fikirləşirdi, görəsən kimdən dostluq edəcəyik, görəsən kimdən oturuşuq, bizim tələbə dostlarımız kim olacaq. Bugünkü günə çox şükür, aradan 46 il ötür. Hər birimiz yaşa dolmuşuq, çox çətinliklə birbirimizi tanıdıq. Amma şükür ki, içimizdə ayaq üstə durub bura gələnlər var. Hamımıza can sağlığı arzu edirəm. Nə lazımsa Nazim müəllim danışmışdı. Artıq danışmağa ehtiyac yoxdur. Mən Simova Rəna, bəli, indi yox, indi Cəliyeva. Və deməli, mən burada elə Bakırk yaxınlarda məktəbdə işləyirdim. Burada 53 nömrəli məktəb, evimdə yox, bu yanlar, evimlərdə. Mən sizə, mən bunu necə demək istəyirəm ki, bizi xoşbəxtdir ki, görüşmüşük. Çünki görün ki, nə qədər bayaqları bizim tələbə yoldaşlarımızı adını çəkdilər. O üçün biz təəssüf edirik. Və arzulayıram ki, həmişə biz görüşək. Çünki biz elə bir günlər ərzində biz gənclik, elə bir tezidən gəncləşdik. Vallahi mən doğrudan çox ruh yüksəkliyi oldu bizdə. Ona görə mən arzulayıram həmişə görüşək, həmişə. Çünki bir-birimizi görəndə xoşdur. Ən əvvəla mən tələbə dostlarımla bir yerdə olduğumuz üçün çox xoşbəxtəm. Ən çox xatırladığım müəllimlərdən biri Yunis müəllim olub. Zarafatı ilə, gülər üzü ilə, hə.
Sonra Nadir müəllim olub rəhmətlik. Nadir müəllimin bir xüsusiyyəti var idi. Nadir idi. Yox, Namazov Nadir müəllim. Başımın bəlası. Hə. Deməli, həmin Nadir müəllimlə biz həm də getgəlimizdə oldu sonradan. Belə çox məzəli bir adam idi. Əvvəlcə yadınızdadır qrupda o nə deyirdi? Deyirdi, sən də Süsəniski qrupadansan. Elə bir şey ifadə işlədirdi. Nə qədər onun nişanlı, ailəli, oğlan, qız gördüyü tələbələr var idi. Bir nəfərə 5 yazmadı, bir dənə mənə yazıb. Nadir Namazov. O Azərbaycan dilinin tarixindən bizə dərs deyirdi də. 3 dəfə də sağ ol deyib. Nətər ona bilet danışdımsa. Və Nadir müəllim heç vaxt yeri behişt olsun, məkanı cənnət olsun. Heç vaxt yaddan çıxan deyil. Biz, yəni ki, burada oturanlar hal əhliyik. Bütün qrupun adından mən danışıram. Ona görə səlahiyyəti mənə verirlər ki, qısaca xülasə edir. Hamının danışmağa ehtiyacı yox. Bu xoş xatirələri yad eləmək üçün bu insanlar bura topulaşırlar. Əcəb eləyirlər. Allah Teala ömür verir, bu ömrü yaşamışıq. Şükür olsun, həmd olsun Allah'a. Ona görə bundan sonra qalan ömrümüzü ancaq duayla keçirmək lazımdır. Dua edin ki, Allah Teala bizi azarlı hasanlarımla aparsın o dünyaya. Bəli, heç kimə möhtaç olmayan. Bəli. İnsanlar bundan sonra da mehriban olalım və bir-birinizə əlaqələri üzməyəyin. Allah sizin hamınıza ömür versin. Balalarınıza can sağlığı versin. Nəvələrinize uzun ömür versin. Size de həmçinin ömür versin ki, onu sağ-salamat yaşayasın. Biz gruplar adından yerde kalanların hamısını təbrik edirik. 119. grubun adından burada iştirak edən bütün filolog məzun dostlarımızı salamlayırıq. Hamınıza xoş gəlmişsiniz deyirik. Biz de xoş gəlmişik. Biz 25 nəfər olaraq Ali Məktəbi Üniversiteti bitirdik. Bugün görüşdə 7 nəfərimiz iştirak edir. Keçənki görüşdə 8 nəfər idik. Bir neçə nəfər xəstəlik yüzündən Sərdarov Etibar qrup rəhbərimiz, qrup nümayəndəmiz, Nəzərov Fidadi, Feyziyev Ələddin, İskəndərova Klara bu görüşdə iştirak edə arzu edək ki, gələn görüşümüzdə onların da iştirakını təmin edək. Bir də bizim qrupdan Hüseynov Məhərrəm var idi. Sonralar müğənnilik elədi. İnstitutun tədbirlərində mahnılar oxuyurdu. Allah onu rəhmət eləsin. Bir qrup üzvümüz də Azər adlı güləşçi idi. Balaca boy güləşçi oğlan idi. O da sonralar institut bitirdi, yəni bizlə bitirmədi. Onu da xatırladım. Belə dostlar, çox gözəl gündür. Bugün bizim günümüzdür, hamımızın günümüzdür. Və hamımıza mən də qrupumuzun adından can sağlığı arzulayıram ki, gələn ildə yenə növbəti tədbirimizə daha geniş heyətinə yığışa bilək. Burada bir təklif də vermək istəyirəm. Əslində bu keçən görüşdə qəbul olunmuşdu. Hər il görüşmək. Vaxt məsələsindən bağlı məzun 1980 qrupunda söhbətlər getdi. Mən təklif edirəm ki, hər il may ayının 25-də bizim son zəng günümüzdə bir daha yığışaq. 25 may. Beləliklə, mən sözü qrupumuzun ən fəal üzvlərindən biri Ecana xanımla bərabər İradə xanıma verirəm. 1980 oğlanları qızlar, qayıtsız illərin gəncləri. İllər ötür, yaş üstüne yaş verir. Zirvelere ucalır elimiz. Öten ilin hatiresi qocalmır. Biz özümüz qocalırıq elədir.
Gülüşümüz, nəfəsimiz o deyil. Yeriyəndə nəfəsimiz o deyil. Qırışlar var, əl üzümüz o deyil. Ötən ildən borçalıyalım. Uşaq vaxtı dost tanışlar çox olur. Böyüdükcə aramızdan yox olur. Əcəb tez-tez sıramıza soxulur. İldən ilə azalırıq deməliz. Gəlin dostlar, arzuyaq ki, gələn il azalmayaq. Bu saydan çox olsun sayımız. Azalmayaq. Onsuz da bu həyatın qanunudur. Amma heç olmasa biraz da bu təqaüd dövrünü, yaşımızın yaxşı vaxtını, necə deyim, ağıllı vaxtını, ağıllı acını keçirməyək. İldən ilə azalmayaq gəliniz. Sağ olun. Əlbəttə, İradə müəllimə düzgün vurğuladı. Yaş üstünə yaş gəlir. Nə əvvəlki cavanlıqda nəsə əlamət qalmayın. Nə əvvəlki şən o nikbin həyata baxışımızda. Bu da həyatın bir qanunudur. Əlbəttə, mən ilk növbədən Gövhər xanıma təşəkkür eləmək istəyirəm ki, o keçən il düzdür, az sayda olsa da bu il sıralarımız bir qədər artıbdır. Allah nə qədər bizə ömür payı qismət edibsə, ildə bir dəfə görüşək. Yəni, mənim bugünkü bu tədbirdə iştirakım son anda səhər üzü saat 5-də alındı. Yəni, gəlmək imkanım yox idi, heç cür. Sizə, hər birinizə Allahdan arzum budur ki, həm özünüz, həm evladlarınız, həm həyatda qalan valideynləriniz varsa, Allah onlara can sağlığı versin, onların xəstəliyini sizlərə qismət eləməsin. Allah heç bir valideynə, yəni evladı tərəfdən acı qismət eləməsin. Sözüm budur, sağ olun, dəyərli dostlarım, sağ olun. İnsanın həyatda mənalı günləri, mənalı dəqiqələri, illəri olur. Bizim için bugün ən mənalı gündür, ən mənalı dəqiqələrimizi keçiririk. İnsan həyatda ən mənalı günlərin övladlarının, nənələrinin, babalarının, atalarının, xoş günlərini hesab edir. Ancaq bugün məlum olur ki, insanın elə ən mənalı günü 50 il görmədiyi və görə bilmədiyi öz tələbə yoldaşlarıyla görüşüb, bacı-qardaş kimi öpüşmələri, bacı-qardaş münasibətdə olmalarıdır. Buyursun 120-ci qrup, Gövhər xanım yanındadır. Salam. Demək, hamınızı xoş gördük. Bəzilərin artıq ikinci dəfəli görürəm, bir də xoş gördük. Çünki eləsi var ki, keçən il gəlməmişdi. Onda da darıxmışdıq olar ki. Sağ olun ki, gəlib qoşulmuşsunuz sıralarımıza. Allah qoysa, gələn ildə uğri gəlməyənləri tapıb toplayasınız. Gövhər tacımız. O bizim başımızın tacıdır. Əvvəl düz deyir Rəfail müəllim. Deməli, əvvəl bir qrupun tacıydısa, indi 10 qrupun tacıdır. Çünki bir ay içində, bəlkə də 2 ay içində nə qədər əziyyət çəkib, onu da sayaq gəlməz demək biraz ağır olar. Deməli, bizim qrup 25 nəfər qəbul olmuşuq, 23 nəfər bitirmişik. Yəni, orada fərqlər olur. 2 nəfər kursda qalıb, 1 nəfər polis idarəsində işləyib, 1 nəfər də kursda qalıb qoşulub, olub 23. 5 nəfər rəhmətə gedib, bunu eşitdiniz. Sıralarımızda hazırda, yanımızda olanları tanış edeyim. Araz bəy, Tapdıqov Araz. İmişli rayonundan təyinatla ora gedib işləməyə və əvvəl öz kəndində yox, Bəhramtəpədə işləyib, sonra Sarıxanlıya öz kəndinə gedib, əvvəlcə müəllim, sonra məktəb direktorunun mavini, direktor, hazırda təqaüdçüdür, Həqiqət və Reallıq adlı qəzetin 2-ci redaktorudur, Araz adlı şeirlər kitabının müəllifidir. Asif, bizim həm rayonlumuz, Hacıqabul rayonunun Qarasu kəndi təyinatla orada işləyib və işlədiyi müddətdə o qədər gözəl bir müəllim kimi özünü göstərib ki,
ona baş müəllim fəxri adını da veriblər. Çox təəssüf ki, səhhəti ilə əlaqədar müəllimlikdən ayrılıb, özünün xırda biznesi ilə məşğul olmağa başlayıb. Keçək bizim hazırda fəaliyyətdə olan, yəni yerdə qalanların hansının adını çəksəm deyəcək, hamımız deyəcək ki, hə, biz təqaüdçüyük. Amma bizim Əzhələf Şəkili qızımız, Xuraman xanım, hazırda Zəyzid kəndinin icra nümayəndəsinin rəhbəridir. Yəni işin davam elətdirir. Təyinatla elə öz kəndinə gəlir. Kəndində o qədər gözəl bir ictimaiyyətçi müəllim kimi fəal iştirak edib ki, onu yuxarı təşkilatda bəyənib və eləcə də vəzifə verirlər. Bu bizim Xuramanımız, çünki hazırda bıraxmırlar, bəli, davam edir. Nəhayət bizim Şəmkirli gözəlimiz Rəhilə. Baxmayaraq ki, təyinatla ora gedib, ailə qurduğuna görə təzədən qayıdıb Bakıya və 159 nömrəli məktəbdə müəllim işləyib, hazırda təqaüdçüdür. Keçdik, Gövhər xanımı axırda təqdim edib, ya özümü bilmirəm, aslından başlayaq, sən böyüksən, səndən çox danışarım. Mən qısa şəkildə öz rayonumuza gelmişəm, çox təəssüf ki, bizim kəndimiz 5 dəfə rayon dəyişib. Mən Yusuf'a girəndə Salyanı idi, qutaranda Hacqablı idi. Yəni, heç orada da yaşamıram. Qaradağ rayonuna köçdük, hazırda yaşayıram Ələt qəsəbəsində. Belə. Sonra 3 il təyinatla işləmişəm, elə Salyan rayonu gedirdi də onda adı. Sonra 40 ildə Ələt qəsəbəsindəki 127 nömrəli məktəbdə müəllim işləmişəm. Özüm haqqında bu qədər. İndi keçək. Hamının xoşuna gəldi deyəsən, gələn belə danışmalı olacaqlar. İndi keçək bizim pəhpəhlə təqdim elədiyimiz Gövhər tacımıza. Qərbi Azərbaycandan Dərələyəzləndi. Təyinatla həmin yerə gedib. Bir il sonra ailə qurub, təzədən geri qayıdıb, təyinatın dəyişib, həyat yoldaşı Oqtay müəllimlə Cəllabad rayonunda o təyinatla işləyib qurtarıb. Sonra təzədən Sumqayıt'a köçüblər. Sumqayıt'da isə o müəllim, orada məktəb müəllimi yox, bağça müəllimi kimi işləməyə başlayıb. Sonra isə hazırda Sumqayıt'da fəaliyyətdə olan Sumqayıt Təbiət Gimnaziyasının müəllimi kimi işləməyə başlayıb 30 ildən çox. Və oradan da təqaüdə çıxıb, hazırda təqaüddədir, Faberlik təşkilatı ilə də əməkdaşlıq edir. Sadəcə olaraq Gövhərlə bağlı, yəni Gövhər tacımızla bağlı bir məlumatı da deyim ki, indi başqa qrupda 3 nəfərdir də, yoxdur, onların sağlığından bizə verin. Mən onun haqqında nəsə demək istəyirəm, ürəyim istəyir. O, təsəvvür eləyin ki, 18 il yaşadığı bir kəndindən miskinlidir. Darxır oraya üçün. Ona görə də o hər danışanda görürsünüz, səsimdə kövrək notlar var. Hə, çox belə kövrəlir adamı ki, mən bilirəm, 20 yaşdan, 30 yaş, 40, 50 köçüb yaşadığınız yeri elə də yada salmırsınız. Amma uşaq vaxtı yaşadığınız yerə o qədər doğma olur ki, gedirsiniz onların daşını axtarırsınız, torpağını axtarırsınız. Gövhər xanım, Gövhər tac, 10 qrupun tacı. Bayaq orada deyirəm, mənim bu yaşıma qədər həqiqətən də tərixdən xoşum gəlməyib, səmimi qəlbdən deyirəm. Amma bu günlər bu tərimləri sizin dilinizdən eşidəndə nə gizlədim, belə havalarda uçuram. Çünki mən sizin hamınızı bir-bir çox sevirəm. Mən sizin hamınızı çox istədiyim üçün bilirəm ki, siz də məni çox istəyirsiniz. Amma həyatda da yavaş geri gedirik, irəli getmirik. Amma Allah hər birinizə can sağlığı versin. Uzun ömrü Allah'tan başqa heç kəs verə bilməz bizə. Amma verdiyi az və yaxud çox ömrü sağlam yaşayın. Sağlam olun, evinizdə, ailənizdə, uşaqlarınızın üzərində olun. Saçlarıma sağlıqdən, gənclik, hara gedirsən. Artıq hamımızın
qadınların saçları rənglidir, mən daxil olmaqla. Hamının saçı ağappaq ağarıbdır, dəndən də keçib. Yəni artıq dən də deyil, ağappaqdır. Düzdür? Ona görə də biz bundan belə məclislərdə gəncləşəcəyik, belə məclislərdə cavanlaşacağıq. Elə cavanlaşmaq asan məsələ deyil ki, biz cavanlaşaq. Hər il yığışaq, bayaq dedim, hər il görüşək, biraz da cavanlaşaq. Çox sağ olun, dinlədiyinizə görə. Buyurun. 121-ci qrup Rafiq müəllim, Akif müəllim, Məlayət xanım. Bizim oğlanlar biraz utancaqdı, ona görə mən başladım təqdimata. Hardan başlayalım? Sinif nümayəndəmiz, qrup nümayəndəmiz. Mən qeyri-təvazökarlara görə hamıdan ödü istəyirəm. Əgər desəm ki, bizim qrup başqa qruplardan biraz fəallığına görə seçilirdi, mənə qınanmıyor. Yəni fakültə üzrə, Filologiya fakültəsi üzrə Komsomol Komitəsinin katibi bizim qruplar idi, Nizami müəllim. Bəndiyev təqdirimiz tələbə cəmiyyətinin sədri idi. 3 nəfər cəmi fakültədən partiya üzvü idi ki, Afat müəllim kimi, Fərhad müəllim kimi dahilərlə bir yerdə oturub iclaslarda olardı. Onun biri Xankəram idi, biri mən idim, biri yəni Nizami idi. Yəni fəallığımızla seçilərdi. Nə deyim valla, indi elə bir məqama gəldi çatdıq ki, 2 nəfərimizin sıradan girməsi bizi çox həm məyus elədi, həm də var o qədər bizim üçün əziz idi ki, elə bizim fakültənin ən gözəl qızlarından biri idi bir şöhrə. Yəqin qardaş haqqında görmüşsünüz ki, Hacı Baba müəllim Azərbaycanımızın tanınmış alimlərinin idi və Lənkəran Dövlət Universitetinin təsisatçısı idi. Sonra bizim ən naziz balamız, bizim gözümüzün ışığı İlyas Kuliyev sıramızdan gitti. Bu da bizi çox məyus elədi. Amma bununla belə həyat davam edir. Yenə bizimkilər biraz fəallar. Təkcə bir şey deyil ki, bizim sıramızda 3 nəfər məktəb direktoru olur. Nazım müəllim indi gələcək, Ağaməd müəllim elə məktəbdə gəldi çıxdı. Bu 2 nəfər və Nizami müəllim elə fakirə də, pensiya, təqaüdə də elə məktəb direktoru kimi çıxırlar. Yəni fəallığımız yenə var, Allah'a şükür, fəallıq, seçilirik və çalışacaq yenə silsiləyik. Və buna Babək balaya dəvətlədilər. Mən çox sevinirəm ki, bugün hamımızın təriflədiyi Babək var, bugün hamımızın bazı dediyimiz Məlahəkilin toy məclisində mən Xaqani Şirvani'dən bir şeir demişdim. Bilirsiniz, bizim qazancımız nədir? Bizim qazancımız hörmətdir. Biz biznesmen deyik ki, məktəbə pul gözü ilə baxar. O dahilər ki, müəllimə qiymət veriblər, qiymətləndiriblər, onu heç kim, nə bir dövlət başçısı, nə bir kimsə o qədər qiymət verə bilməz. Bunun Xaqani Şirvani nədir müəllim haqqında? Mənim könlüm müəllimdir, dizim üstü dəbistanım. Mənim könlüm müəllimdir, dizim üstü dəbistanım. O şagirdəm ki, öyrəndim sükut ilə əlifbanı. Nə hər cüzdan olar məktəb, nə hər şagird əzbərxan, nə hər qətrə olar dərya, nədər, hər dərya sədər xanı. Mənim öyrəndiyim ilk söz bu məktəbdə sükut oldu. Dil başa bir bəladırsa, sükutdur onun dərmanı. Dizi məktəb olan kəsdə elə bir himmət olsun ki, qarşısında bir ilk kimi diz çöktürsün arasıları. Bax, biz qarşımızda hamını bizə diz çöktürməyə məcburlayan bir məxluqun. Nəyimizə, pulumuza yox, malımıza yox, bizim savadımıza, bizim xalq sünnəliklərimizə. Ona görə hər birinizə yenə uğurlar arzulayıram. Çünki hələ ki, dərs yeri olaraq yenə uğurlar arzulayıram. Və sözü də bizim Akif müəllimə verirəm buraya. Hamınızı salamlayıram. Hörmətli Rəyqə Obatmanım,
əziz bacı qardaşlarım. Biz bugün bu məclisə sadəcə tədbir keçirmək üçün, söz demək üçün gəlməmişik. Eyni zamanda 50 illik zaman ayrılığından sonra həyatımızın ən şirin anları olan tələbə həyatımızın qarşısında hesabat verməyə toplaşmışıq. Biz fəxr edirik ki, Azərbaycan təhsilinin pedaqoji məbədi olan Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tələbələri olmuşuq. Biz burada təkcə elm öyrənməmişik, görüşməyi öyrənmişik, mübarizə aparmağı öyrənmişik, uşaqları sevməyi öyrənmişik, bacaranlarımız sevib sevilməyi öyrənir. Sonra Azərbaycanın müxtəlif rayonlarına səfərlərin öyrəndiklərimizi öyrənmək istəyənlərə öyrənmişik. Bizim yoldaşlarımızın arasında rəhbər pedaqoji vəzifələrdə çalışanlar var. Hüquq mühafizə orqanlarında işləyənlər var, alimlərimiz var, əməkdar müəllimlərimiz var, gözəl sahibkarlarımız var. Yəni gözlədik ki, 76-80-ci illər tələbələri dövlətimiz xalqımız üçün dəyərli töhfələrini verir. Bugün El Kano Restoran Cəmiyyətində bu görüşü keçirir. Təşəkkür edirəm ki, bu hamımızın 1976-80-ci illərdə yazdığımız tələbə kitabının sevgi və sədaqət səhifəsi olacaqdır. Hamımıza can sağlığı arzulayıram. Gözünüzü qoruyun. 2030-cu ilə kimi. Sonrası Allah kərim. Təqdim edeyim bir yoldaşlar bəyətdirlər ki, təqdim edeyim. Əliyev Nazim. Ağırlık Teymur. Ömer'den kızım. Akif'i hamımız tanıyırsınız, Rafi Mər'i de tanıyırsınız. Hicran kızım. Kuleva Meleksimo. Murtuzayeva. Sen ile tanımışsın. Məmmədova Almaz Bakir qızı. Evet. İskəndərova Gülnaz İskəndər. Laf güzel. Biraz istəyirəm məclisimiz duru getməsin. İcazə versəniz sizə tələbəlik illərindən bir xatirə söyləmək istəyirəm. Qrupda Pəncəli Salih, Allah rəhmət eləsin bütün müəllimlərimizə, Pəncəli Salih haqqında danışdınız. Mən heç vaxt unutmayacağım bir xatirəni danışmaq istəyirəm. Deməli, mən pedaqoji məktəbi qutarıb gəlmişəm. Biraz loğalanıram da ki, yaxşı bilirəm mən pedaqojikanı. Pəncəli Salih müəllim birinci dəfə mühazirəyə başlayanda mən də qabaqda əyləşmişəm. O cümlənin başını gətirəndə mən başladım axırını deməyə. O cümlənin başını gətirəndə mən axırını sən demə, mən elə bilirəm ki, o mən çağıracaq lövhəyə tərifləyəcək, deyəcək, sən bunları hardan bilirsən? Mən də biraz loğalanacam ki, mən bunu oxumuşam. Sən demə, bu için əsəbləşirmiş, yaşlı adamdır da. Biraz dözdü, birdən mən çağırdı lövhəyə. Mən də elə qəşəng sərbəst çıxdım. Durdum belə hamının qabağında, özdə təkcə tatok döl idik, başqa qrupu da qatmışdı, 90 nəfər idik. Dedi ki, mən bu 90 nəfərin qarşısında deyirəm, əvvəlcə sənə bir sualım var. Nəslinizdə Seyid var, dedim bəli. Doğrudan da var idi, mən dedim bəli. Dedi ki, onda sən Seyidlər Allaha daha yaxın olur. Git o Seyidə deyil, Allaha dua eləsin ki, Pəncəli Salih imtihana qədər ölsün. Əgər ölməsən, sən bu məktəbi tutarmayacaksın. Düzü, bir dəfə də olsa ürəyindən keçməyib ki, belə bir şey olsun. Ya da qeyb heç deməyəndə heç nə deməmişəm. İmtihana bir gün qalmış, bilirsiniz, məsləhət sadə olurdu. Və o günə qədər mən nə qədər həyəcan keçirmişəm, bir Allah bilir. Gəldik məsləhət saatına, elə mən yuxarı çıxırdım pilləkənlərlə. Əhmədov yuxarıdan aşağı düşürdü. Əhmədov mənə dedi ki, Əliyeva, çıxar tez ol, mənə 30 qəpik ver. Dedim, nə olub? Özüm də belə çox qəribəyəm. Dedim, nə olub? Dedi ki, bəs Pəncəli Salih rəhmətə gedibdir. Biz gedirik o
Həqiqətən elə bir Allahın möcüzəsidir bu. Dedi ki, gül almağa gedirik. Mən inanmadım. Mən dedim ki, mənim belə vaxtımda sən də mənə belə edirsən. Heç bir dəfə də olsa ürəyimdən keçməmişdi. Ya da kiməsin, nə bilim, Allaha yalvarmamışdı. Amma belə bir hadisə oldu. Heç onu da bilmirəm. Müəllimlik özü bərəkətli bir ömür deməkdir. Ona görə ki, bizim geçirdiyimiz şagirdlər bizi illərlə xatırlayır, yada salır. Biz dünyamızı dəyişsək də bizə rəhmət oxuyacaqlar. Və bu bir növ Mirzə Cəlilin dediyi kimi ölmək həyatda özündən sonra bir iz qoymaqdır. Şagirdlərimiz bizim izlərimizdir. Və cavan vaxtda institut illərində mən müdrik kəlamları çox sevirdim. Sərdi Şirazinin bir kəlamı var idi. Deyir ki, ömür çöldə bir dəfə sən küləyə bənzər, çox tez keçər. Cavan vaxtda bunu dərk eləmək çox çətindir. Mənə qəribə gəlirdi. Çünki cavanlıqda günlər qısa olur, illər uzun olur. Amma gəlib bu yaşa çıxanda, 70 yaşı artıq aslında. Demək olar hamımız 70 yaşı gəlməzlər. Bugünkü çağımızda bu kəlamı başa düşürlər. Gül gülüm, gül güle gül, gül gülü güldür. Gülşende gülüp gülmeli, güldürmeli güldür. Gül güler güllere gül, gül güle gülse. Gül güllü gülşen güler, gülleri gülse. Hemşe özünüz gülsün. Allah sizi o kadar sevir ki sizi müəllim yaradı. Həqiqətən heç xəbəriniz də yoxdur. Həqiqətən Allah bizi çox sevir. Deyirlər, müəllimin müqəddəs peşədir. Həqiqətən də beləymiş. Biz bunu yaşadıkça bilirik, yaşadıkça bilirik, oxuya bilirik. Bizim əməllərimiz, yetişdirdiyimiz balaların, kəsdirdiyimiz övladların qəlbində, ürəyində, əməllərində yaşayacaq. Ona görə biz xoşbəxt bəndələrik. Allah'tan arzu edirəm ki, çox böyük arzu edirəm ki, indən belə hələ 10 ildə, ondan da artıq belə bir görüşlərdə görüşək, inşallah. Gördüğümüz insanları, dostları bugün birçokunu ilk defende görürüz. Birçoklarıyla şehir meclislerinde görüşmüşüz. Tanışlığımız, ünsiyetimiz olur. Ama bugün tamamıyla başka bir gündü. Ben çok danışmak istemiyorum. Bu güzel gün münasebetiyle hamını təbrik edirəm. Arzum nedir? Arzum budur ki, kadar bu mekanda növbəti görüşlerimiz olsun. Bu sayda, bundan da artıq daha çok, daha güləriz. Oturandan daha çok danışaq. Yüreğimizdeki sözler karşılayaq, yada salaq. Daha çok danışaq İbrahim. Nelerdir? Allah hamımıza uzun ömür, can sağlığı versin. Xoşbəxt günlər görəsiniz. Ailənizlə, uşaqlarınızla, övladlarınızla, nəticələrinizlə, bizim elə hamımızın bir-birimizlə gözəl günlərimiz olsun. Həmişə belə məclislərdə, həmişə belə xoşbəxt günlərdə görüşəcək. Çox sağ olun. İkinci qrup xahiş edirəm. Salam mənim əzizlərim. Mən bugün yox, 3 gündən çoxdur ki, həm sevinirəm, həm kədərlənirəm. 3 gün bundan əvvəl bunu eşidəndə, bu tədbirin keçiriləcəyini eşidəndə gözəl Gövhər xanım, sizə təşəkkür edirəm. Siz bizi bir araya toplamışsınız. Bu iş rayonda mənlikdir. Cəmi 31 Mayda bizim buraxılışın 50 ilini elədi. Ayın 8-də mənim şəhid qardaşımın sinfinin, mənim 7 il rəhbəri olduğum sinifin 35 illiyini təşkil elədi. Hala 1982-ci ildə Cəmi İnstitutu 2 ildir bitirmişdi. Həsrət məni bu şeiri yazmağa vadar etdi. Nə yaman düşmüşük uzaqdan uzaq. Nə vaxtdır gözlərim intizar qalıb. Sizdən eşitmirəm bir səs, bir soraq. Sizdən bir şəkillər yadigar qalıb. Nə yaman düşmüşük uzaqdan uzaq. Yada salam varmı Novruz bayramı? Məclisə gələrdim hamıdan qabaq.
şehirler dilerdik. Söndürüp şamı, ne yaman düşmüşüm uzaktan uzak. Tez tez yığışardı gül çiçek güle. Gülerdi Hazeka bize bakarak. Gemiler yan alıp ayrı sahile. Ne yaman düşmüşüm uzaktan uzak. Nasibe gülür mü gene göresen, Allah nasibeni rahmet eylesin. Meyvan tökür mü herden kaş kabak, raya çağırır mı ana Süleyman. Ne yaman düşmüşüm uzaktan uzak. Aksakal Han Kerem temkinlidir mi? Yazmalı tapmayır belki bir varak. Lale yine elece kimlidir mi? Ne yaman düşmüşüm uzaktan uzak. Hediye şokolat yiyir mi yine? Ercan, Evettin gelmedi buna. Azizlerim, ikisi yan yana geldi. Onlar daha gelebilmez. Allah onları rahmet eylesin. Ruhengiz modalı giyir mi yine? Ne yaman düşmüşüm uzaktan uzak. İrada, sadakat, sevinç, tahire durur mu perişan? Fikre dalarak, afat yine küsüp boşamaz yere. Ne yaman düşmüşüm uzaktan uzak. Rafike duyur mu yine nigarı? İfade danışır başa salara. Yaxşı mı Elmira ve balaları? Ne yaman düşmüşüm uzaktan uzak. İndi haradadır Ayza, Meleke, Südava ilmanda kaçardı kızlar. Ha dostlar, yolunuz baş alıp hara. Niye düşmüşük biz uzaktan uzak? Çekildi bu akşam hissin karıma. Hasreti varağa töktüm bu saya. Cevap veren olan suallarıma. Amandır, amandır olmaya bu kadar uzak. Bezdir, yeter, düştük uzaktan uzak. Bir daha düşmeye uzaktan uzak. Sağ olun. Ben bugünkü grubun üzvü değilim. Ben bu grubun yeznəsiyəm. Yezne kimi gelmişəm. Tahirə Bayramoğlu'nun həyat yoldaşıyam. Ben özüm hüquqşünasam. 40 il hakim işləmişəm, bu gün istifadayam. Və Respublikanın əməkdar hüquqşünasıyam. Lakin bu xanımın ədəbiyyata olan həvəsi məni daha da biraz həvəsləndirib və mən də bu poeziyaya vurğun olmuşam. Bugün vaxtın məhdudluğunu nəzərə alaraq, düzdür, mən bayaq siz görüşəndə ürəyimdən çox şeylər keçdi. Və birinci nəyi demək istəyirəm? Bu məclisin təşkilatçısı Gövhər xanıma mənim təşəkkür eləmək istəyirəm. Var olsun və bugün məclisimizdə qadınlar çoxluq təşkil edir. Onlar hər yerdə, hər yerin bəzəyidir, evin də bəzəyidir, işin də bəzəyidir, dünyanın bəzəyidir. Ona görə də bugün belə bir qısaca da olsa qadınların haqqında internetdən rast gəldiyimdə şeiri demək istəyirəm. Deyirsən şeir yaz. Nə yazın sənə? Təpədən dırnağa şeir sanqalır. Nəyini vəsf edin, nədən vəsf edin? Sən özün hər şeyə dəyirsən qadın. Səndə gözəlliyi görünə əksən, qədrini biləcək ərənə əksən, səni bu dünyaya verənə əksən, bütöv bir dünyaya dəyirsən qadın. Anasan, bacısan, övladsan, yarsan, torpaqsan, ocaqsan, qeydətsən, arsan, nə gözəl varırsan, nə gözəl varsan, haqqın var özümü, öyəsən qadın. Özümüzü qadın olduğumuza görə öyməyə haqqınız çatır hamımızın. Var olasınız, biz təbrik edirəm hamımızı. Bu gözəl gündə görüşürsünüz. Amma mən bayaqda fikir verirəm,
Çoxları der ki, yaş artır, nə bilim, belə yaşlanır. Yaş artdıkça insan biraz da mətinləşir. Biraz da insan bərkiyir. Ona göre de möhkəm olun ve gelecek günlerde görüşmelisiniz inşallah. Deyib, 60'ın arkada qalıb haçandı. Haçandı gözümün yuxusu yoktur. Yaşın çətinliyi 60'a candır. 60'dan o yana korkusu yoktur. Günler qanadlanır, uçurmuş olur. İllerin karvanı ötüşmüş olur. Ömür 70'inde yetişmiş olur. 70'den o yana korkusu yok. Elə ki təklənir insan, dərdi batman yüklənir insan. 80'e çatanda 80'ir insan. 80'den o yana korkusu yok. Yokuşun sertliği bizi korkudur. Bakışın sertliği gözü korkudur. 90'a yetmeyin özü korkudur. 90'dan o yana korkusu yok. Her gün əsəb, təzyiq, qan korkusudur. Ürək ağrısıdır, can korkusudur. Yüze yetişmek eden korkusu, ta 100'den o yana, ta 100'den o yana korkusu yok. Hamınızı salamlayıram. Allah'tan size can sağlığı diliyorum. Bakıram indi hamının yeter deyimi yüzüne, gözüne. Hamının yüzünden, gözünden sevinç yağır. Bu sevincin de bir sebebi var. Böyle sebebi var ki, yani biz ülkemiz galip ülkedir. Biz de onun galip vatandaşlarıyız. Şimdi biz hamımız Qarabağlı olmuşuz. Bunun da sebebi şehitlerimizdir. Allah onlara rahmet eylesin. Prezidentimiz sağ olsun. Ülkemiz var olsun. Bayrağımızda hiç vakt eğmesin. Bir de Allah Teala'ya şükür edeyim ki bu yaşa kadar hamımızı yaşadı. Bugün de görüştürür. Şükür bugüne. Yani hamımızın evezinde diyelim bugüne min şükür. İnşallah, inşallah. İlde de bir defa görüşeriz. Göfer bacım yine de teşkil edeyim. Yine de görüşeriz. Allah hamıza can sağlığı versin. Bizi yaşatsın bir de görüşelim. Sağ olun, salamat olun. Qarabağ Azərbaycan varsın. Ne yaşlı yaşayır. Varsınız. Dağın ucalığı əzəmətindedir. Oynaşan, sayrışan buludlardadır. İnsanın hürməti qocalığında. Söhbət qadın və yaxud kişidən gelmir. Öz yerini bilməsindədir. Mən əminəm ki, bizim kariyera, yani bizim nəsil, bizim sinif yoldaşlarımız, grup yoldaşlarımız, həmyaşıdlarımız həmin hörməti, izzəti daima cəmiyyətdə, ailədə, hər yeri saxlayacaqlar. Mən sizin hamınıza minnətdaram. Bağlı qalmaz bu tilsimli qapılar, axır bir gün bu köhnənlər çapılar. Sevincinə şərik olan tapılar, anam gəldi, kədərini satmaya. Bu dünyadır, qandım deyən qıd oldu. Ha çalışdıq, baş boyunda pul oldu. Yaman gündə yaxın dönüb yad oldu. Yaman görüb yaxın oldu yad mənə. Yaman dedim, yaman düşdü yadıma. Yamanları yaman saldın yadıma. Ana torpaq, ləkə vursam adına, haram olsun anam verən süd mənə. Haram olsun atam doyan ad mənə. Saç ağardı bir yurt yuva salınca, hak sözüymüş kasıb çapar qılınca. Saç ağardı bir yurt yuva salınca, hak sözüymüş kasıb çapar qılınca. Mən gedirəm yaxşı günlər dalınca, yaman günüm, hünərim açaq mənə. Mən gedirəm yaxşı günüm dalınca, yaman günüm, hünərim açaq mənə. Eşq olsun sizlərə, mən sizlərlə yaşayıram, sizlərlə nəfəs alıram. Bütün sözüm, bütün kəlməm, bütün şeirin, duyğum, ifadəm hamısı 76-80-ci illər arasının o 4 ilidir. 124-cü qrupu dəvət edirəm meydana.
Və 123-dən sonra rakamında sizinlə gəlsin. Bizim dördüncü qrupun nümayəndələri bütün məclislərini salamlayır. Bir də bizim içərimizdə Sara xanım 123 nümayəndəsidir, bizə qoşulur. Yəni bugünkü məclis digər məclislərdən bir çox cəhətlərinə görə fərqlənir. Çünki belə məclislərdə adətən dodaq susur, ürək dilir. Xatirələr öz aləminə qapılır. Xatirələr aləmini vərəqləyir. Şirinli, acılı səhifələri bir də nəzərdən keçirir. Və çox şükür edilir ki, bugün bu məclisdədir. Çünki bizim hər birimizin bugün bu məclisdə iştirakımız bizim bütün bir-birimizə olan müsbət münasibətimizi təsdiqidir. Yəni hər birimiz burada özümüzü bu məclisə borçlu bilib gəlmişik ki, bəli, bu günləri biz bir yerdə olmalıyıq. Şəxsən bizim qrupun nümayəndələrinin hamısı mənim fikrimlə şərikdir, mən dediklərim hamısı onların ürəyindən gələn fikirlərdir. Biz hamımız sevinirik. Bugün bizim ömrümüzə yazılan gündür. Hər birimiz evimizdə, ailəmizdə olan problemləri də unutmuşuq. Bu çiynimizdə olan yükü də unutmuşuq. Hətta en şirin nemət olan nəvələrimizi də bir neçə saatlıq yaddan çıxarmışıq. Ancaq bugünün, bax bu xoş dəqiqələrin, xoş saatların, xoş anları yaşayırıq. Bizim qrup sizin hamınıza belə gözəl məclislər arzulayır və arzu edir ki, növbəti görüşlərimizə hamınız daha şux, daha gözəl görünəsiniz, heç kimin köməyi olmadan özünüz addımlayasınız. Hepimizi bir daha burada görmeye ben çok sevinirim. Keçen il görmediğim uşakları, elə uşaq diyeceğim, yoldaşları, müəllimləri görmedim. Adamları bugün burada görürəm ve bana çok hoş oldu. Xüsusilə təvəlliki, Dürrəni, Samirəni, Hürməti çok sevdiğim xətirlərimiz. Çünkü protokol olmuşuq, biz daha yakın olmuşuq ve digərləri də yakın olurlar. Hər birinizə can sağlığı, növbəti illərdə də görüşməyə arzulayıram. Bir dəfə Azərbaycanlı torpağına gedir. Orada işləyir, yaşayır. Elə alınır ki, bu ətrafında olan adamlardan, yəni Ruslardan biri dünyasını dəyişir. Aparırlar qəbristanlığa, olur da iştirak edir. Dərs eləməyə öyrənir. Neyse, sözümü canı deyil. Deməli, bu adamın diqqətini nə cəlb edir? Baxır ki, bu qəbir daşlarının üstündə birine yazılıb 1 il 8 ay, birine yazılıb 1 il 5 ay. O üstüne 3 gün, 5 gün, belki de siz belki vakti bilirsiniz bilmeden, eşitmişsiniz belki de. Bu adamda o bir de böyle malak yaratır ki, görürsen bu niye böyle. Yine evi gayrında o Ruslardan soruşur ki, bu ne meseledir? Daşın üstünde, qəbir daşın üstünde ben bu işlerin şahidi olurum, yani böyle yazılanır. Eyle bilirsiniz niye öyle olur? Sizde bir başka, bizde bir başka. Yani o daşın üstünde yazılan o tarihler, insanların, dünyasını değişen insanların hoş gün yaşadığını bildirir. Biri 8 ay, biri 5 ay, biri 3 gün. Namazı arzuluyorum, o hoş günlerimizin sayı çok olsun. Yani daha bazacağını sağ arzuluyorum. Onsuz da hayatta böyle de olur, yani iki taraflı olur. Ancak yaş günler arzuluyorum sizden. 125 ve 126. Sonuncu grup, sonuncu birleşme, batok. O günden herhalde yadımızdan çıkmıyordu. Bazı cavanlarımız vardı, o stadyondan fakülteye kadar piyada gelip gelirdi. Ama indi 2 plakan çıkarlar diye vay dizim ağrıdı, vay belim ağrıdı. Koy Allah Teala bizleri insanlıktan eski eylemesin, əleyhine salmasın. Eğer insanlığımız yerinde olarsa en qəddar düşmənimizə rəhəmli darbalarıq. Eğer insanlığımız yerinde olmazsa doğmalarımıza karşı düşmənçilik edərik. Ona göre Allah Teala bizi insanlıktan eski eylemesin, əleyhine salmasın. Ay 80-ci ilin ürəyi qəlbi cavan nene babaları, ne kadar bu sözler olmamıştı. Nene babaları. Yani bir vakit var idi, özümüz cavan uşaqlar idik.
Ama indi nənə, baba olaraq nəvələrimiz, övladlarımız, qızlarımız, yəni onların qayğısını çəkirik. Bu Allah Teala yenə deyirəm, həyat gəldi gedərdir. Allah'a olan Allah Teala imanımızı, inancımızı hər an artırsın. Bizi insanlıktan eski eləməsin, bir daha ləvə salmasın. Bir daha Güvər xanıma təşəkkür edirəm. Sizin hamınıza da təşəkkür edirəm. Gəlmişsiniz bugün burada bu şərəfli qonaqlıqda yoldaş olmuşsunuz və xoş sözlərinizlə, xoş mahnılarınızla hamınızı sevindirdiniz. Bir daha hamınıza təşəkkür edirəm və Allah Teala hər zaman bizlərə xoş günlər, şad günlər nəsib edəsin. Sağ olun. Sizin hər birinizi bura xoş gördük. Mən burada Sevim müəllimin həyat yoldaşım gəlmişəm. Bayaq Rəfail müəllim deyir ki, sən bizim yazıdan hesab olmursan. Sonra bayaq ki, bir qardaş deyir ki, biz bacanaqlar hesab oluruq. Mən burada olan demək 76-cı ilin tələbələri, Azərbaycan Pedaqoji İnstitutunun tələbələri bu 50 illiklə münasibətlə yığılmışıq. Sözün açığı Musabeyev parkında mən adamları görəndə qəlb təsirləndim. Biz duyğu adamları hər şeyə reaksiya veririk. Onların gəlişinə, görkəmlərinə ki, bizə bu elmi uşaqlarımızın biri, mən qeyləyən müəllimlər niyə belə olmuş? Onlar daha şaqraq gəlinməlidir. Bəlkə onların ömründə 3 il zorla alan uşaqlar bir 3 ildə kommersiya eləmişdir. Mən demirəm, hələ bir işlə məşğul olmalı. Buna müəllimlərimizə daha yaxşı qayğı göstərməlidir. Mən Kifayət müəllimim, Şəfək müəllimim, ondan sonra Əsmai müəllim, onların şəxsində bütün qaldı müəllimələrim. Eyni zamanda Rafael müəllim, Həmid müəllim, İbrahim müəllim şəxsində bütün ki müəllimlərin hamısa can sağlığı arzu edirəm. Allah gələn bütün vaxtlar cümləmizdən xeyri gəlsin. Hər birimizə evlatlarımızın, ballarımızın, nəvələrimizin xoşbaxt günü göstərsin. Heç birimiz sıkıntı qarşısına qoymasın. İcazənizlə burada özüm cavan vaxtı qələmə aldığım şeiri oxumaq istəyirəm. Axtaracağım. Yaz mənim sevincim, payız qəmimdir. Ahəstə vurmamış qəlbimə zəlləm. Yarpaq pısıltısı susturub məni, insanın sükutuna dözməmişəm mən. Bir ömür yaşaram beləcə hər gün, istərəm qəhvlərin dibinə inim. Mən könül eşqinə cana qəsd etdim, cismim bu ürəyim ağamdır mənim. Demirəm o didim qalıbdır külüm, demirəm arx idim artıq bulağam. İndi gəncliyimə çatmayır əlim, bir vaxtsa bu günü axtaracağam. Mənim bəxtim gətirib, mən deməli uzun müddətdir ki, fəxrlə deyirəm ki, 77-ci ildən, bilmirəm, başqa qruplarda belədir, deyilmi, qrup yoldaşlarının təxminən 90% ilə əlaqəm olur. Hətta onlarla fərdi qaydada dostluq eləmişəm və kollektiv qaydada eyni şey olubdur. Və də oradan da mən hiss eləməmişəm, biz nə zaman böyüdük, biz nə zaman saçaq atdıq, bunları görməmişəm. Yəni, bəlli bir yaş gəlir ki, biz hamımız bir-birimizə bənziyirik, bir-birimiz kimi oluruq. Amma dəyişməyən başqa bir şey var. Dəyişməyən bizim içimizdəki ruhdur və o ruhu bugünə qədər məşəl kimi yandırıb gətirə bilirik. Və ruha misal olaraq mən sizə bir şey deyim. Yenə də bir maraqlı taleyim olub, ondan da bir epizod deyim sizə. Atam müəllim olduğu üçün məni müəllim görmək istədi. Atamı qırmamaq üçün mən müəllimliyi oxudum. Ondan sonra gətirdim, kəndimizdə diplomu verdim atama. Dedim ki, bizim müqaviləmiz bitdi. Onda da o direktor işləyirdi, məktəb direktoru. Dedi ki, bəs işləməyəsən, dedim yox. Sən dedim müəllim ol, mən oldum. Amma işlə demədin, ona görə də mən müəllim işləməyəcəm. Qayıtdım, gəldim Bakıya. Getdim əskər. Əskərlikdən qayıdandan sonra gəldim, mənim güzarım düşdü, iş tapa bilmədiyim üçün inşaat şirkətində. Fərqlənmə diplomu ilə inşaat şirkətində 2 il fərdə işlədim. Və sonradan hiss elədim ki, mən həqiqətən inşaatçı olmaq istəyirəm və həyatımın 44 ilini inşaatçı olmuşam. Bugün Bakıda
üçüncü yerde değilim iftikenler arasında. Bildiğim kadar ikinci olabilirim. Ve aynı zamanda da körpüler, yollar, fabrikler, zavodlar vesaire. Belə bir məqamda məni tanıyanlar, mənim Pedagojik Universitetin Filologiya Fakültəsini bitirdiğimi bilən məndən soruşurdu ki, bu necə oldu? Ədəbiyyat ara, inşaat ara. Mən çox məzəli cavab verirdim. Deyirdim, vallahi mən Xəmsənin hamısını oxudum, amma Xosrov Vəsirindəki Fərhad obrazını çox sevdim. O səbəbdən də mən indi inşaatçı olacağım. Və eyni zamanda da bayaq, yəni tez-tez ara sıra biz hamımız həmyaşıq, hamımız yoldaşıq. Ara sıra qocalıqdan, yaşlanmaqdan, nədənsə danışırıq. Mən bu mövzularda danışa bilmirəm. Nədən bilmirəm? Yarındadır ki, 2 il bundan əvvəl xarici səfərlərdən birində deməli, telefonuma mesaj gəldi. Mesajda yazmışlar, üzündən təqaüdəsi. Mən də onda əlimdə olan ən ağır su elektrik stansiyası ikincisində ən ağır işlərdən birini layihəsini getirib gəlmişdim. Bilsindim, dedim ki, bunlar nə deyirlər? Mən layihəni davam eləmək istəyirəm, bunlar mənə deyib təqaüdəsi. Və bir də hamınıza bir məsləhət görərdim. Lakanik dedim, biraz uzun oldu, amma bunlar hamısı həyat epizodlarıdır. İstərdim ki, hər kəs başını bir şeylə qatsın. Məsələn, mən bu günləri inşaatla paralel turizmlə məşğulam. Oğlumun turizm şirkəti var, mən onu da idarə edirəm, 15 ildir. Və o turizm məni dünyanın 50 ölkəsinə götürüb və 400-ə yaxın səfər eləmişəm. Dünyanı gəzməyi, sağlam olmağı və eyni zamanda da bunu da özünüzə bir iş bilib, həyatı belə davam eləməyə arzu edirəm. Allah hamımızın canını. Çox sevirdim. Afatı, qəzəlləri, asfı. Xeyrullahı, İsrailli göstəri. İsrail gəncliyin dünya sərvəti. Qəzəllərdir sintaksisin rəhbəri. Xeyrullah müəllim ədəbiyyat cövhəri. Məmməd Bağır türklüyümün şöhrəti. Mürsəl müəllim çılğın idi peşəkar. Hüseyin Qulu müəllim bir balaca davakar. Kövsər müəllim xanların xanımı. İsmail Şıxlı qeyrətimizin timsalı. İlham müəllim insanlığın misalı. Hamıları Rəsulullah donalı. Nəzirə xanım sakit, fağır, mülayim. Qız Qayırt Əbdül saf əqidəli alim. Quşdan müəllim işində intizamlı. Zahid müəllim dərslərində nizamlı. Nadir müəllim gənclərin sevimlisi. Haqqı görən, haqqı deyən biri idi. Yunus müəllim çox səmimi gülərüz. Sözü, söhbətləri canlı diri idi. Paşa müəllim çox təmkinli, ədəbli. Azər müəllim sadə, həm səxavətli. Zakir müəllim ciddi, həm cəsarətli. Rasim müəllim kölgəsində şübhəli. Əlifəma müəllim zarafatdan qalmazdı. Sevər uşaqları iki yazmaz. Əbdül müəllim Bakılı qədir şirin. Qrup oğlanlarına böyük qardaşıdır. Bayram müəllim sadə zəhməti sevən. Əlisa müəllim türkə düşmənə düşmən. Cəfər müəllim şirəsiz quru meyvə. Uta müəllim oxşayırdı nəhəkkə. Yeganə qrup uyduq ki, biz institut üzrə 8 nəfər qırmızı diplomumuz var. Biri də mənim. Məclisimizin çox maraqlı bir anı gəlir. Uzaq Sankt-Peterburgdan bizim 126'ların nümayəndələrindən biri səs təbrikini göndərib. Çox heyfsilənərək ki, görüntülü təqdim edə bilmirik, amma bizim gözəl operatorumuzun köməyi ilə onu səsləndirə bilirik. Çox xahiş edirəm, həmin təbriki dinləyək. Hörmətli 80-ci il məzunları, xanımlar, ödəklər, müəllim və müəllimələr, sizi 126-cı qrupun nümayəndəsi kimi uzaqdan da olsa ürəkdən salamlayıram. Mən Orucova Tabalaq
bu məclisi bir bayram kimi qəbul edirəm. Və bizim qrupu təmsil edən yoldaşlara, o cümlədən bu yarıda qalan məclisin təşkilatçılarına təşəkkür edirəm. Qismət olsun növbəti məclisdə bizlər də iştirak edək. Aramızda dünyasını dəyişənlərə, üstümüzə əmək olan müəllimlərimizə və məzun kimi yetişməmizdə zəhmət çəkən, dünyasını dəyişən valideynlərimizə Allah rəhmət eləsin. Allah sizlərə can sağlığı qismət etsin. Bir də bu gözəl gün üçün sizin hamınızı təbrik edirəm. Allah qismət eləsin. Bizlər də sizlə beraber gələn görüşlərdə bu məclisdə iştirak edək. Bu məclisdə iştirak edən xanımlar var ki, onlar mənim yaddaşımda qalıblar. Yəni unutduğumuz varsa da unutmadıqlarımız da var. Yaqut xanım, Zeynalova mənim yaxşı yaddaşımdadır. Gövhər xanım, o cümlədən Klara xanım, o cümlədən İradə xanım, uzun saçlı İradə xanım. Bunlar hamısı mənim yaddaşımda qalan xanımlardır. Bəziləri də var. Allah hamımızın canını sağ eləsin, işlərimiz avam olsun, bütün işlərimiz yaxşı olsun. Ama bir söz demək istəyirəm ki, az illər getmədi bizim ömrümüzdən. Allah hamımızın ömrünü uzun eləsin, canını da sağ eləsin. Bu illər bizdən nələr aparmadı, bu illər bizi bizdən aldı, bu illər bizim cavanlığımızı apardı, bu illər bizim gözəlliyimizi aldı, bu illər bizim uzun saçlarımızı aldı, bu illər bizim qara saçlarımızı dəyişdi, ağ elədi, bu illər bizi belə dəyişdirdi. Ancaq hamımızın səviyyəmiz öz yerində ucadan uca oldu. Sizi həmişə ucalarda olasınız. Həmişə ucadan adınız gəlsin, həmişə ucadan səsiniz gəlsin, uca yerlərdə olasınız. Bugünkü görüşümü üçün, bugünkü görüşün baş tutması üçün mən göydə Allaha ki bu fürsəti bizə tanıdı və yerdə də deyir mən tərifi xoşlanmıram, amma tərif edəmirəm olanı deyirəm. Doğrudan da bugünkü görüşün baş tutmasından ötürü yerdə səbəbkarımız bizim bu Hacı xanım bacımızdır. Allah onu var eləsin və sənin sayəndə biz toplaşa bildik. Təbii ki, Allahın sayəsində. Sən də yerdəki vasitəsən də bizim üçün. Eşq olsun, eşq olsun. Mən dəvət elədim, onlar gəldilər. Siz olmasaydınız, mən burada tək özümə çalıb oynamayacaqdım ki. Bayaq yoldaşlardan biri dedi ki, mən təkcə kontrabasda, mən təkcə burada neyniyə bilərdim? Sizin hamınıza təşəkkür edirəm ki, gəlmişsiniz, şənləndirmişsiniz, yaxşı ki varsınız. Allah sizə ömür versin. Həmişə olasınız demək istəyərdim, bu mümkün deyil. Amma heç olmasa bir müddət Allah Taala imkan versin, biz bir yerdə olaq. Hamınızı da rəqsə dəvət edirəm, hamınızı. Stolu biraz kənara itəliyib, çıxıb burada meydana, hamınız. Rəqsdən əvvəl 2 dəqiqə çəkər-çəkməzdi. Mənim bir yenə özümün qələm təcrübəm olan bir şeirimi sizin diqqətinizə çatdırıram. Bu şeirə musiqilər çox bəstələnibdir. Sevgi, məhəbbət şeiridir və bizim operatorlardan biri İradə xanım o şeiri çox dinləyib və çox da vurğunudur. Ay belə sənəm, ayağın altına düşən bir dənəm, dənəm səndən ötürü, ay belə sənəm. Yerimə istəsən meydan yeridir, sinəm səndən ötürü, ay belə sənəm. Dərdimdən gedibdi gözümdən qaram, mənim bəxti kəmim, taleyi qaram, yağışam, şimşəyəm, buludam, qaram, günəm səndən ötürü, ay belə sənəm. Dərdlilər dərdlərim dərir dərindən, mən dərdim daha da dərin yerindən. Dərdişəm, sufiyəm, zahidəm, rindəm, dinəm səndən ötürü, ay belə sənəm. Dəyirmançı dədə ilədən keçər, düykə ildən keçər, iynədən keçər. Desələr biri var, iynədən keçər, mənəm səndən ötürü, ay belə sənəm. Rəfail
qoşdu, qalanı mindi. Sözün biri getdi, qalanı mindi. At məni otlara, qalanım indi. Səndən ötürü, ay belə səndən ötürü, ay belə sənə. Rəqsə, buyurun rəqsə. Rəqsə buyurun. Stolu meydanı genişləndirəcəyik və hamı rəqsə.